hoş gördük hepinizi. Ben sizlere Aile Dünyası, Aileler Müdüriyatı, İctimai Müdüriyatından da salamlayıram. Dəvətimizi qəbul edib gəldiyiniz üçün hepinize teşekkür ederim. Özünü sahip biraz tədbirimiz gece alındı, o yüzden asıl olmayan səbəblərdəndir. Yəqin ki, çoxları istirahətdədir, məktəb sistemi, təhsil sistemində çoxları məzuniyyətdədir, ona görə yəqin ki, biraz geç başladı bu tədbir keçirmək istəyirik. Bugünkü tədbirimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyimiz təhsilə yaxın təhlükədən uzaq layihəsi ilə bağlıdır. Biz bu layihənin əsas məqsədi təhsildən yayındırılaraq məcburi əməyə, dilənçiliyə məcbur edilən uşaqların aşkarlanması, baxımsız, təhsildən yayılan uşaqlarla bağlı, onların ailələri ilə fərdi profilaktik söhbətlərin aparılması, çətin həyat şəraitində olan ailələrin hüquqi yardım göstərməklə onların sosial xidmətlərə çıxışının təmin edilməsindən ibarətdir. Biz bununla bağlı, təhsildən yayılan uşaqların aşkarlanması ilə bağlı bir çox bölgələrdə olduq. Cəlilabad rayonunda, İsmailli rayonunda və eyni zamanda da deməli, iyun ayının 3-ü və 4-ü Şamaxı rayonunda monitoring keçirdik. Həmin o monitoring keçirdiyimiz vaxtı bizim aşkarladığımız təhsildən yayılan uşaqlarla da rastlaşdıq. Baxmayaraq bu kütləvi xarakter almasa da amma var idi. Təhsildən yayındırılaraq bazarda lobiya satan, təsərrüfatda işlədilən valideynlər tərəfindən, kimimiz tərəfindənsə işlədilən uşaqlarla rastlaşdıq, su daşıyan uşaqlara rastlaşdıq, hansı ki, o dərs vaxtıydı, dərs saatındaydı. Eyni zamanda su daşıyan, heyvan otarmağa gedən uşaqlarla rastlaşdıq, küçədə sadəcə olaraq gəzən, dərsə getməyən uşaqlarla rastlaşdıq. Yəni, bu da bizi biraz məyus edir, bilirsiniz də, təhsil önəmlidir, təhsil vacibdir. Bugün əgər biz uşağın təhsilini əlindən alırsa, uşaq valideynin tapşırığı ilə gedib onun heyvan otarmağa gedirsə, heyvandarlığa gedirsə və yaxud da təsərrüfatda işlədirsə, bilirsiniz ki, onun təhsilini əlindən almaq, onun gələcəyinə balta vurmaq deməkdir. Hər biriniz savadlı insanlarsınız, bilirsiniz. Yəni, bizim uşaqların bugün təhsilsiz olması bizim gələcəyimizə bir zərbədir. Bu yalnız uşaqlar üçün deyil. Bugün dövlət həmin o təhsildən yayılan uşaqların yayılmanın qarşısını almasına bağlı çox böyük işlər həyata keçirdi, reydlər keçirdi, sonra profilaktik söhbətlər apardı valideynlərlə. Amma bütün bunlara baxmayaraq yenə də bunlar var. Biz əbəs yerə Şamaxı rayonunu və ya da Cəlilabad rayonunu, İsmailli rayonunu seçməmişdik. Çünki bununla bağlı bizə məlumatlar gəlirdi. Biz aparırıq, araşdırmaq ki, hansı bölgələrdə daha çox təhsildən yayılma hallarından rastlaşa bilərik və özümüzdə bütün şəhərdə də bəlli bir söhbət deyilirdi və bizə gəlib çatırdı da ki, bizim köylülərimiz və bütün rayonlarda Cəlilabad rayonunda çəyrək sahələrində daha çox işlədilir. İsmailli rayonunda heyvandarlıq sahələrində uşaqlar daha çox işlədilir. Və Lahıcı yolunda gedən yolda daha çox küçə ticarətində uşaqlar işlədilir. Şamaxıda da hər birinizə ayrıldır, hər biriniz də bilirsiniz. Bu mövsümün olmadığı mövsümün uyğun olaraq müxtəlif meyvələrin satışıdır, qoz, fındıq ləpələrinin satışıdır, maşın yollarına, maşınların üstünə qaçıb uşaqlar bu Şamaxı rayonunda üzü Aksuya, İsmailliyə gedən yolda özünüz də şahid olursunuz. Yəni biz bunlarla hələ ki qoz, fındıq ləpələrinin satış vaxtı deyildi, bizim monitoring apardığımız var. Ona görə də yəni o hallarla rastlaşmasaq da, amma bayaq dediyim kimi mən sizə göstərəcəm və biz uşaqlarla rastlaşdıq ki, uşaqlar bayaq dediyim kimi yəni təhsildən yayılmışlar. Bu təhsildən yayılmanın qarşısını almaq üçün çox işlər görülür. Amma bugün mən istəyərdim ki, burada təhsil işçiləri var, burada mədəniyyət işçiləri var, burada necə deyər, rayonun qabaqçılıq fəalları var. Yəni siz bununla bağlı hansı işləri görürsünüz? Bax, bizim üçün çox maraqlıdır. Biz bunun qarşısını necə ala bilərik? Dövlət öz işini görür, aparır, mübarizəsini edir. Amma bugün mən deyərdim ki, uşaqların bugün nəzarətsiz qalmağı məktəb valideyn münasibətlərinin zəifliyindən də gəlir. Mən bunu belə başa düşürəm. Çünki bugün əgər uşaq məktəbə gəlmirsə, niyə məktəb direktoru və yaxud da ki, sinif rəhbəri maraqlanıb bir valideynlə danışmır ki, sən uşağı niyə gəlmir? Və o
sinifə qədər bizdə bilirsiniz ki, məcburi icbari təhsildir. Amma bizim aşkarladığımız uşaqlar 9-cu sinifdən aşağı sinifdə oxuyan uşaqlardır. Gəlmirlər dərsə. Səbəbi nədir? Bunlar niyə gəlmirlər? Biz niyə gələcəyimizə balta vururuq? Niyə gələcəyimizin biz parlaq olmasını istəmirik? Bununla bağlı hansı işləri görməliyik? Sizdən təkliflər gözləyirik. Yəni, bu sizin rayonunuzda baş verir. Bu təkcə sizin rayonunuzda deyil, o ağını hər birimiz yaşayırıq. O uşaqların savadsız olması, bugün baxımsız qalan uşaqlar, küçə ticarətində və hətta ticarət olmasın, dərsə getir, küçədə gəzən uşaqlar səhvsizlik gedib cinayətkar qrupların əllərinə düşə bilərlər. Onlar gedib daha, necə deyərlər, indidən çox pis yollara düşə bilərlər. Bunun qarşısını hansı yollarla biz alaq? Mən də istəyərəm ki, oradan göstərim, istəyirsiniz siz bir-birini eləyən, mən deyəcəm, o uşaqlar bir-bir verək, rastlaşa bilərsiniz, deyə bilərsiniz, siz görürsünüz, görürsünüz. Baxın, burada uşaqlarla söhbət dərs vaxtıdır, amma uşaqlar həyətdə oynayırlar, küçədə oynayırlar. Biz monitoring aparanda, burada uşaqlar küçədə gəzirlər, dərs vaxtıdır. Burada uşaqlar çox baxımsız bir uşaq idi. Təsərrüfatda işlədilir körpə. Orada ona yer qazıyırlar. Yəni, bu uşaq körpə uşaqdır, bunun dərsə getmək vaxtıdır. Bu uşaq özdə bilsin necə, uşaq elə bir ki, qaşınırdı uşaq, papağı da çəkib başına, yazıq uşaq orada işləyir, baxımsızlıqdan, geyimindən də... Ondan asılıqdan arxanı. Bəli. Çox üzr istəyirəm, bir şey yox. Bax, o ışığı yandır, bir söhbət edəyim, danışır. Bəli, hatta ışığı yandır. Bax, siz deyirsiniz, mən sizdən %100 razıyım. Özünüzü də təklif edəcəm. Dərzadə Sadət, 2 saylı tam orta məktəbdə ingilis dilləri. Çox gözəl. Bax, sizin dediyinizlə mən razıyam %100. Amma bu təhsildə yayılma, indi bu o sahədə çalışılanır. 2 cürədir. Bir var maddi baxımından əlaqədir. Bir də var səfil həyatı yaşayan uşaqlar. Bax, bu ikisini bir-birinə qarışdırır. Səfil həyatı? Səfil həyatı, bax, indi deyəndə səfil həyatı nədir? Bax, üstədə dərs vaxtı, məsələn, onun valideynlərlə çağırır, valideynlərə deyir. Deyir ki, mən uşağı göndərmişəm məktəbə. Məktəb adına heç məktəbə gidərik o uşaq. Yaxşı, bununla bağlı neyinəmək lazımdır? Bax, yəni deyir ki, bununla bağlı məktəbə rəhbərliyi çağırır valideynlər. Bəli. Onunla uşaq bilirlər, təşkilatçılar. Danışırlar ki, bax, sən uşağın, məsələn, gəlin, heç yaşı çatmır çayxanadadır, heç yaşı çatmır. Bununla bağlı bizim polis şöbələrində də var da. Bəli. Bunda, yəni, indi rayon yeridir, məsələn, hamı bir-birində tanıyır. Biz valideylə müraciət edir rəhbərliyi, məktəb. Yenə bir gün, 2 gün, yenə bu uşaq yoxdur. Biz olsa da qaybını yazılır. Yoxdur, istərsə, iştirak edir. Amma bu iş həll eləmək deyil, bununla bağlı, əgər valideyn baxa bilmirsə... Valideyn, mən elə Allah haqqı valideyn var ki, deyir ki, biz bacarmırıq. Var, bizə keçən dəfə məktəb institutda dərsləyen bir professor da dedi, elə olur ki, valideynlər gəlirlər, yanına deyirlər ki, valla biz bacarmırıq. Çünki niyə bacarmırlar? Vaxtında düzgün tərbiyəni qururlar. Düzgün tərbiyəni olsaydılar... Elə qərarlar verilir ki, uşağa sözlüsə şiddət, psixoloji şiddət, uşağa fiziki şiddət, nəmənlə, ona görə hamı seçilir, durur. Yox, o gəl belə deyirlər, o şiddətin hamısı əlindəyir, təbii ki, vurulmamalıdır. Amma söz var ki, o vurmadan da beş bitər, aradan uşaq var ki, bəzi gəlir yoluna, amma bəzi var ki, getiriyor. Yenə, amma dediyimiz o bayaqlarda dizək başlığında, amma eğlencinə yığılmada, bu maddi durumdur. Əksər uşaqlar, dərsdən sonra, axşamlar, uşaqlıq sarayında afisatdır. Ona icazə yoxdur. Maddi durumuna evlərinə, ailəsinə kömək məqsədi. Yox. Valla, mən sizə bir şey deyim. Elə durur. Yox, bir şey deyim də sizə. Gəlin, hər şeyi maddiyyatın üzərinə yıxmayaq. Yox, mən dedim, iki cür. Maddiyyatın üzərinə yıxmayaq, çünki bilsin necə. Hamımız indi bu dəyəli ölkəmizin inkişaf edir. Sovetin dövründə o qədər, kasıb ailələr o qədər idi ki. Hamımız da dərsə gedirdik. Orada səviyyə var idi, aşağı səviyyədə uşaq, hamı oxuyurdu. Heç kim uşaqlı dərsdən bir dəfə də olsun yayınılmazdı. O bəyan maddiyyatla nazır idi. Çox üzr
Biz 6 uşaq idik. Valideynlərimiz işləyir, amma onların bizim üzərimizdə elə nəzarəti, zəhmi var idi ki, biz 6 uşaq otururduq, bir belə dəyirman masamız, stolumuz var idi. Onun başında, qardaşın başında otururdu, hamımız onun ətrafında bilirdik ki, valideyn gəldi bizdən dərsimiz soruşur. Valideyn dedi, bu var, O zaman dövlət elə bir maaş verirdi ki, insana. Onunla bir kişi, bir 6-7 ailəni qəşəngdir dolandırır. İndi bir ailə 2000 manat evə büdcəyə pulda gəlsə, evə büdcə çatır. Mən sizə bir şey deyim, əgər rahmet üzərində yetmə yapma bir şey deyim də sizə. Bugün kasıb uşağın da əlində, hər biriniz bilirsiniz, ən bahalı telefon var. Kasıb uşağın əlində, ən bahalı telefon var. O bahalı telefonu uşağın əlindən alıb verməklə onu məhv edirlər. Niyə verirlər uşağın əlindən? Uşaqda bütün nəzarət yoxdur. Valideyn kreditə girir. O məktəb uşağı, 2-ci sinifdə oxuyan uşağın da telefonu var, bəlkə mənim telefonumdan bahalı. 5-də də oxuyanın, 10-da da oxuyanın, 11-də də oxuyanın. İndi hünərim var, müəllimə, telefonunu al, qoy kənara. Sən burada əsr hünəri adam deyəm. Yox, necə güzel valideynimizin başımıza qoyulur. O da deməli məktəbdə, üzr istəyirəm sizə, məktəbdə sistem düzgün qurulmuyor. Şəhər məktəblərində, məsələ bir şəkil. Bəli. Telefon süründə bəli. Yox, bilirsiniz necədir? Şəhər məktəblərində uşaqlar gələndə telefonlar təhvil verilir, dərs müddətində. Sonra gedəndə verilir, qaytarılır özlərində. Amma bu rayon yerində, məsələn, necə ola bilər ki, məktəb öz necə istədiyini eləyə bilmir, istədiyini yəni ki, qanuna uyğun olaraq hərəkət eləyə bilmir. Uşaq nəyə görə verməyə bilər? Qaytarsın, valideyn gətirsin, nəmə elədirsin, icra hakimiyyətinin 7 yaşına çatmayan uşaqlarla komissiyası var, polis şöbəsində var, bununla bağlı şöbədə gəlirlər də, polislər bilirəm, bu müsahidə çox fəaldır. Amma nəyə görə biz məsələn, hər şey valideyn belə oldu, kasıbçılıqdır, imkan yoxdur. Xeyr, bu əsas deyil. Valla, biz bununla gələcəyimizə zərbə vururuq. Biz belə olmamalı. Uşaqlar bugün əgər bizi eşitmirlərsə, uşaqlar bugün valideyni eşitmirlərsə, valideyn oturur fikirləşsin. Mən başa düşürəm. Tutar ki, mən valideynəm. Əgər mən uşağıma özüm canımı yandırmasam, müəllimə deyək ki, məndən 2 qat oyadır. Müəllimə də o qədər ürəyi yanmayacaq. Deyəcək, uşağın gəlmir dərsə. Amma o dərəcədə can yandıran bir növbədə valideyn olmalı. Hər biriniz müəllim, direktor, zabit, hər biriniz olmaqdan öncədə hər biriniz valideynsiniz. Hər birimiz özümüzün ətrafımızda, biz əgər bugün ətrafımızda olanlara valideynlərimiz nəzarət eləməlidir. Bugün ictimai qanat yoxdur, gəlmə olmuyor. Bugün qonşuda tutaq ki, nə baş verirsə, biz heç onu biganəyik. Yəni, bunun necə deyək, boynumuza alaq. Tərbiyə məsələsi. Yəni, bu ictimai qanat, əvvələn parmaqla göstərildi, filan kəsin uşaq tərbiyəsizdir. Bugün, ağlını var. Yəni, ona görə biz ondan çıxmalıyıq. Bizim bugün, bax, mən özüm eyni zamanda Daxili İşlər Nazirliyində İnsan Alberq Qurbanlarının sığınacağını direktoruyum. Bura gəlməmişdən qabaq bir uşaq gətirdilər. 10 yaşında bir uşağı gətirdilər, bizim sığınacağa yerləşdirdilər. Baxımsızlıqdan uşaq başqasının əlində diləndirilirmiş. Dilənçiliyə sövq edilir. Bu uşaq cinayətkar qrupunun əlində olur. Bir elə bir uşağımız da var idi. İndi düzəltmişəm onu məktəbdə oxuyur, internat məktəbdə. Siz təsəvvür edin, uşaq buraya bizə gələndə bizim sosial işçi aparılır, nə gündə edir uşaq, nə gündə gətirmişlər o uşağı bizə. Belə qışın soyuğunda, nimdaş bir geyimdə uşaq, o qədər belə siz necə əsirdir o uşaq. 7 yaşında bir uşaq idi. Onu küçədən bizim uşaqlar, əməliyyatçılar görmüşlər və araşdırmışlar, görmüşlər ki, o başqası tərəfindən diləndirir. O uşağı aparıb bizim sığınacağa gəlirlər, tez apardılar onu hamamda çimizdirsinlər, geyimdir, təzə geyim, zarfiyyə, qisli geyim. İnanın, sosial işçi gəldi, anlayalır ki, mən ona baxırım o uşağa. Gəlib mən ona baxırım. Kürəyində uşağın qalmışız gelir. Qorxurdu, gördü ki, əvvəl gördünüz gəldi, bunu qəşəng isti yeməyi, yatmağı, hər cür şəraiti, hamımız balacadır deyə hamımızın başına fırlanır. Ondan sonra başladı bizə danışmağa ki, bunun anası rəhmət edir. Gedib düşüb bir dənə qansızın birinin əlinə, bunu diləndirilmiş. Deyilmiş ki, əgər kiməsə desən, səni böyəcəm, öldürəcəm. Hədə qorxu gəlmişdir uşağa. Uşaq da yazın səsini çıxartmış.
hər gün bu uşaq dilənib ona gətirib pul verməliymiş. O dilənib pulu az gətirəndə onu döyülmüş. Yəni bugün bizim əsas məqsədimizləri bu uşaqlar o yollara düşməsin deyə narkotikdən istifadə edənlərin əllərinə düşürlər, narkotik satanların əlinə düşürlər. Yəni bu uşaqların baxımsız qalmağı bizim gələcəyimiz üçün pisdir. Hər birimizə bu sıçraya biləcək. Onların necə deyirlər, cinayətkar qruplara qoşulması gələcəkdə cinayətkarların sayını artıracaq. Ona görə də biz bunu onun üstünə atmaqla deyil, ümumi yığışıb nəsə necə deyirlər, bir əvvəl valideyn komitəsi var idi. Amma yolu da var. Amma indi nə ilə məşğuldur? Mən də Nəvəmin valideyn komitəsində o qrupun üzvüyəm. Nə orada müzakirələr gedir? Baxırım, xəcalət çəkirəm. Filan filan, əvvələ finetika çəkdirirdik, bizi qoyurlar, ifadat yanırıq belə, çox bir dənə finetika çəkdirib tutardı. 4 fəsil finetikaya geyim almalıdır valideyn, 4 fəsil şəkillər çəkdirilməlidir. Məktəb yığışıb, aparır, şah qağa ki, burada qar yoxdur, gedin orada qarda bunlar finetika çəkdirsin. Kimə lazımdır? Bax, o məktəb niyə bunları edir ki, valideynlə, kasıbla bir-bir gedir, hərcə borca düşür ki, mənim uşağım ondan geri qalmasın. Fikir ancaq belə şeylər müzakirə görürəcəm. Mən bir dəfə görmədim ki, o qrupda müzakirə geçsin ki, filan gecə uşağı gəlmir dərsə, ya nə bilim, dərsdə yaxşı oxumur, digərlərinin dərs oxumur, belə bir söhbətlər eşitmirəm. Buna bir, necə elə, stop demək, amma eləmir. Yəni, boynumuza lafı eləmir. Bizə işlər, qadınların çoxu işlərdən xəlbət gedir, uşağın geri qalmasın. Ay, onu qəmi yığır ki, verim qızım. Şagirdin və valideynin sözü daha tez önəmlidir. Nəinki müəllim? Mən üçün hazırda müsabiqə məktəblər, təşkilat işləri qeydiyyəm. Sizin dediyiniz məsələlərlə razıyam. Amma biz uşaqlarla da işləyirik, şagirdimizlə çoxdur, xanımlar edir. Şagirdlərimiz konjekturistlərimiz onları tutuyoruz, daha siniflərə giririk. Yəni, bunun da öz yolları var. Sağ olsun, polis bizim məktəbimizə ayrılan polis səbəbi var. Onlar üçün rəşadlardır. Zeytinlərdir ki, siz bizim məktəblərdə gəlirlər. Yəni ki, həftə bir dəfə, 10 günlərdə bir dəfə gəlirlər, bizimlə əlaqə saxlayırlar. Çətin tərbiyə olunan uşaq, dərsə davam edən uşaq, sonra telefon gətirən uşaq, onlar tez-tez bizə əlaqə saxlayırlar. Yəni biz də uşaqlarla görürük ki, həqiqətən də polisdən gəlirlər, maraqlanırlar, yəni həqiqətən də narahat olurlar. Uşaqların dərsə gəlməməyə də, bax, bizim məktəbdə var idi ki, uşağımız vardı, bir həftə dəsən dərsə gəlmir. Şərt tək valideynə zəng eləməyinə bildirir. Valideynə zəng etsən bir dəfə deyir xəstədir, ikinci dəfə deyir ki, halı yaxşı deyir, üçüncü dəfə telefon açılır. Şəxsən mən özüm, sinif rəhbərini də götürürəm, bir taksi tuturam, and olsun Allah'a. Sonra müəllimlər də burada işləyirlər, təsdiq edə bilərlər, düz evlərdən. Heç onların xəbəri olmadan gedirəm evlərinə. Qapını döyürəm, gedirəm, gəlir, əllər çanım əyləşirik, söhbət aparır. Elə bax, ən çox problem parkda yaranır. Mən çox ailələrdə olmuşam. Az yaşlı analar ki, ailə qururlar, vaxtı ilə, sağ olsun dövlətimiz bunlara qalıqlar qoyur. 17-18 yaşında ailə qururlar, düz istəyirəm dövlərdə. Bunlar özü uşaqlığını yaşamamış, ana olurlar. Və o uşaqların tərbiyəsində böyük problemlər yaşanır. Valideynin evinə getmişəm, valideyn nədir? Altıda oxuyan uşağı işlətmir, deyir, işlətmir yox, amma məktəbə göndərmir. Valideyn deyir ki, mən uşağı durğuzub, məktəbə göndərə bilmirəm. Və baba gəlir, nənə gəlir, bir xeyli söhbət aparmışıq, valideynlər izahat almışıq, uşaqla söhbət aparmışıq, uşaq sənədə gün dərsə gəlir, ona hədiyyə vermişdik, növbəti dəfə müəllimlərə tapşırmışıq ki, onu biraz dərsi danışsın, yaxşı danışmasa deyir, yaxşı danışsın, həvəsləndir, yaxşı qiymətləz, belə artıq uşaq dərsdən qalmır. Yəni, hər bir uşağı, mən deyərəm ki, özünə yollardı, metodları var. Yəni, hər bir uşağı, düzdür, biz müəllimlərin üzərində böyük məsuliyyət düşürük, necə deyirək, hamımızda, necə doğma işləmək çox çətin məsuliyyətli bir peşədir. Amma yenə də burada mən deyərəm ki, məsuliyyət düşür yenə müəllimlərimizə. Çünki biz valideyn üzərində düşür, amma bəzi valideynlər, inan Allaha, özləri bilmədən, öz evlatları deyər ki, çuxura yönləndirlər. Özləri də elə bilirlər ki, düz edirlər. Amma onların bəzi valideynlər biz görürük ki, bəzi uşaqlarla danışırıq, uşağı tərbiyə eləmək asandır. Amma valideyni başa salmaq çətindir. Ona görə də mən deyərdim ki, o valideynlər ki, belə yenə deyirəm, az yaşlı ailə qururlar, kökət ailələrə düşürlər, dünya görüşü, mən deyərdim, çox geridə qalır. Ona görə də bəzi mən valideynlərin sözü tez işlədirəm,
Deyirəm, elə bilirsiniz ki, bir qazan qaynağı var, uşağın bir qab yemək çəkdir, mənim valideyni borcum tutardır. Yox, siz işi, gücü atıb, ancaq uşağın tərbiyəsi ilə məşğul olmaq lazımdır. Valideynlə müəllimlə sıx əlaqə saxlamalıdır. Amma biz bunun çətinliyi çəkirik ki, valideynlər məktəbə, ibtidai sinifdə hamı razılaşan məlumatlar var. Birinci sinifdən 4-cü sinifə qədər valideyn uşağı gətirir, qoyur, məktəbdən əl çəkir. Elə deyirsən, həyətdə gözlə, kaç uşaq məktəbdə gözləyir. Az qaldıqca sinifə girir olur uşaqlar. Uşaq ki, 5-ci sinifdən çıxdı, valideyn uşağı bırakır sərbəst. Artıq uşaq biz valideyni çapra bilmirik. Bunun baxımdan da məcburuq ki, özümüz qapıya gedirik. Elə təbliğ olmaq uşaqlar üçün. Yəni, dövlət bizim üçün hər şey əmtiyədir. Sadəcə bizim özümüzün vicdanımıza qalır ki, biz nə eləyək. Xanım gözəl bir söz dedi ki, gələcəyimizin çorlanmamağı üçün yenə məsuliyyətlə çoxu düşür biz müəllimələr üzərinə. Çünki biz müəllimələr bu valideynlərdən ziyalıyıq. Biz müəllimələr daha təcrübəliyik. Biz müəllimələr uşaqlarla daha çox işləyirik deyənlər, hansı uşağa necə yanaşmağı biz daha yaşayırıq. Çox güzel. Çok sağ olun, çok razıyam sizin dediklərinizdən. Çünki bəlkə biz elə valideynlərin üzərinə atsaq, ondan biz işimizi, özümüzün necə deyilər, işimizi bitmiş hesab eləsək və gördüğümüz mənzərə də bax, bayaq göstərdiyim kimi belə olacaq ki, uşaqlar təhsildən yayınıb, hər bir iş dalınca gedəcək, məktəb ilk ön planda yox, arxa plana keçəcək. Ona görə də biz çalışmalıyıq. Bəli, doğru buyurursunuz. Dövlət bu sahədə çox işlər görür. Dövlətin bu dəqiqə hər bir valideynin də, hamısında əlində telefonları var. Hara baxırlar? Ancaq TikTok'a baxırlar, nə bilim, ancaq belə lazımsız proqramlara girirlər. O lazım olan proqramlara girsələr, baxsalar ki, sosial proqramlara girsinlər ki, bu gözü əhalinin vəziyyətinin yaxşılaşması üçün hansı sosial proqramlar var? Elə ona girsələr, görərlər ki, bəli, var elə proqramlar, çoxdur. Əhalinin sosial vəziyyətinin yaxşılaşması ilə bağlı elə birini deyil, Qobustan rayonunda da var, burada da var, çox rayonlarda var. Hörmətli Mehriban xanımın təşəbbüsü ilə yaradılmış gün ərzı mərkəzləridir, sosial reabilitasiya mərkəzləridir, pulsuz. Uşaqlar gedib gündə 4 dəfə orada qidalanırlar, dərslərini oxuyurlar, valideyn əgər işləyirsə, uşağı gəlir həmin gün ərzı mərkəzinə, orada yeyir, dərsini oxuyur, hazırlaşır, küçədə boş bekar qalmır. Məncə Şamaxıda da var belə bir gün ərzı mərkəzləri. Bilmirəm, var ayaq xanım, eşitmişsiniz. Yəni, var, çox da, hər rayonda var. Yəni, bu uşaqların elə proqramları maraqlansa, məsələn, bu müəllimə deyərəm, Şamaxıda da olmalıdır. Özüm də maraqlanıb verərəm əlaqə nömrələrini. Siz də elə çətin həyat şəraiti olan uşaqları ora istiqamətləndirir. Geçsinlər orada yesinlər, dərslərini oxusunlar, gedib küçədə qalmasınlar, nəzarətsiz boş gəzməsinlər. Qobustanda gələndə mən Qobustanda baxdım, gün ərzı mərkəzinə döndüm. 28 uşaq edelim, xatirəxam. 28 uşaq orada 30 uşaq olmalıdır, 28 uşaq gəlmişdir, dedilər, ikisi də sonra gələcək. Yəni, ondan da çoxdur, demək olar ki, uşaqlar. Gəlirlər, yeyirlər, isti yerləri, mahnı oxuyurlar, şey edirlər. Yəni, dövlət bununla bağlı çox sosial, necə deyirlər, sosial problemlərin həlli ilə bağlı çox gözəl sosial proqramlar həyata keçirilir. Girsinlər, qoşsunlar, baxsınlar, maraqlansınlar. Amma bunu eləmək əvəzdə başqa işlərlə məşğuldur. Valideyn öz aləmində, TikTok'a girən valideynlər siz görürsünüz, hamınız. Nəzər valideynlər gelirlər. Ondan nə tərbiyə edilir? Yəni, biz onları, bilirsiniz necə, elə eləməliyik, elə var, mən sizə müəllimlərə də deyirəm. Elə, niyə TikTok'a girmirsiniz? Niyə orada gözəl təbliğatlar aparmırsınız? Biz indi TikTok'dan qıraqdayıq ki, yeri geçdik, TikTok'da ilə boş bekar adamlardırlar. Amma gəlin bundan, biz elə özümüz də girək TikTok'a. Buradan təbliğatımızı aparaq, gözəl bir qrup yaradaq orada. Yəni bundan çəkinməyin. Orada siz başqa bir iş görmürsünüz ki, onları sıradan çıxardaq. Yəni o işləri görək, onları sıradan çıxardaq. Yaxşı nümunəvi ailələrimizi müzakirə edək, gözəl işlərimizi müzakirə edək. Bugün, bax, elə TikTok'dur, nə bilim, sosial şəbəkələrdir, bilir, mənim çox gözəl bilir. Bugün insan alverçələri hücum çəkiblər, oturdular sosial şəbəkələrdə. Yəni, insanları oradan artıq öz tozlarını salırlar. Adıyla aldadırlar, yalandan iş elanlar verirlər, onları adıyla cəlb edirlər, uşaqları həmçinin, uşaqları şantajla məşğuldurlar. Bir fakt var idi,
cavan bir, deməli qız, 14 yaşında qızı görüşə çağırıb olduğunda elə bir ki, o öz yaşıdır da, öz yaşına uyğun, uşağın yaşına uyğun bir profil qoyulmuş özünə. Qız elə bir ki, bunun öz yaşıdır. Bundan başlayıb danışmağa, şəkil bir çək at mənə, filan, nə bilim, gözümü belə göstər, nə bilim, belə yaz mənə, mən ona şeir yazım, sən mənə şeir yaz. Nəsə, belə bir mesajları var imiş bunların. Sonra qıza görüş təyin edib ki, gəl görüşək. Qız gedib görüşək, gedib görür ki, 35-40 yaşında bir kişi. Deyib ki, siz orada şəkildə başqa adam mıydı? Qızı şantaj edib, əgər sən mənlə görüşməsən, bunların hamısını açıq göstərəcəm səni, qohumba, əqrababa, səni tanıyanlara ki, sən mənə öz şəkillər batırdın, sən mənə yazılar yazırdın, mesajlar yazırdın, sevgi mesajlar yazırdın. Qızı qorxutmuşdu. Yaşlı qızın valideynləri bundan tez xəbər tutmuşdu, polisə müraciət eləmişdi. O həmin adamı tutdular. Olmaz, biz nəzarətsiz qoysaq, onda demək olar ki, biz özümüz öz əlimizdən müəllimlər də həssas olmalıdırlar, valideynlər də həssas olmalıdırlar, ətrafımızda həssas olmalıdırlar. Orada yaşlı uşağın valideyni ona nəzarətli gəlir. Məsələ də ondadır da. Məsələ ondadır ki, valideyn nəzarət edəmir, bəli, nəzarətsiz. Valideynlər, siz müəllimlər, işi salmalısınız. Telefonlarda valideynlər icazə proqramı var da, valideynlər icazə alır. Tutaq ki, uşaq hansısa bir proqrama girəndə, ora girə bilmir. Ancaq valideyn nəzarət edir. Girir valideyn nəzarət edir. Valideyn ona icazə verirsə, o proqrama girə bilmir. Versin telefonlarını, amma baxsın nəzarət eləsin də, o proqramı özündə yazsın ki, uşağına nəzarət eləsin. Uşaq hansı proqrama girsə, onun telefonundan xəbər gəlir ki, icazə verirsən, o proqrama girsin. Yazsınlar. Müəllimdə ki, valideynlərin çoxundan xəbəri yoxdur. Siz müəllimlər, onu öyrəndə uşaqlarınızı öyrənin. Onlar ki, valideyn uşağına telefon verməsi məktəb olur. Çox gözəl olar, bunu ama bunu biz məcbur edə bilərik. İstəyirəm ki, çevrimiz sahibləşlərdən uşaq bilməyəm. Mən özüm 3 uşağım, oğlum əsgərlikdədir, yəni 3 dənə diplom var. Onun qızım da universitetdə oxuyub ya, yəni işləyir bir dəqiqə. Yəni mən onlar 11-i qutarana qədər heç bir telefon verməmişəm, zoqqal telefonlar olur, nə də evimizdə internet olur. Onlar qutarandan sonra, qəbul olandan sonra bizim evimizdə internet açılır. Yəni mən elə düzgün seçmişəm. Yəni indi peşman deyiləm düzgün seçdiyim gibi. Yəni çox da peşman deyiləm. Valideyn alıb o telefonla evində çörək tapır, gedib ona 700 min alıncansa, onu bir təzirə yönər, sabah uşağın biri var ki, zülümdən çörək yemək, biri var ki, rahat uşağın çörəyi gəndə sənə də xoş olar, çünki uşağın rahatdır da o çörəyi yiyir. Yoxsa alırlar, hər an yerindən duran bir telefonu verəndə uşağı da düzgün təlir, müəllimin də gücü çatmır ona. Müəllim alır telefonu, valideyn səhər zəng edir, ya axşam evə çatan kimi zəng edir, sən nə yapıyordun var, mən vermişəm, sən məndən olmaz. Deyil, o məktəbə qoya bilməsin. Məktəbdə qaydalar var, məktəb bunu icazə verirsən, o həmin valideyn haqqında məktəb sənə görüb polis bölüşməsinə müraciət edəcəklər. Yəni, bu çox vaxt məktəbdə eləyərlər. Knopkalı telefonların internetdə vapşı yoxdur. Onlar bu qarına gedir. Yəni eğlənceli. Bax, indi elə dedik, polisimiz doğrudan da bu sahədə bizim Daxili İşlər Nazirliyi uşaqların təhsildən yayılması, uşaqların dilənçiliyə məcbur edilməsi, baxımsız qalan təhsildən yayılan uşaqlarla bağlı erkən nigahların qarşısının alınması, qanunsuz miqrasiyanın qarşısının alınması, insan alverinin qarşısının alınması, bu sahədə o qədər böyük işlər görülür, həqiqətən. Amma bu təkcə polisin işi deyil, Daxili İşlər Nazirinin işi deyil, bu hər birimizin işidir. Yəni, bugün biz, deməyək ki, yox, mən uşaqla nəzərdə eləyirəm və yaxud da mən özümə cavab deyəm, mən uşaqla insan alveri qurbanı ola bilmərəm. Xeyr, heç kim bundan sığortalanmıyor. Hətta bu sahədə nə qədər bilgimiz, savadımız olmuş olsa, bizi geri də aldadarlar. Yəni, insan alvericiləri o qədər kütələşirdir. Ona görə onların bu sahədə biz özümüz ayıq sayıq olmalıyıq, hər birimiz məlumatlı olmalıyıq, ətrafımızı məlumatlandırmalıyıq ki, insanlar bilsinlər ki, onlar gelib həmin o insan alvericilərinin yalan vədlərinə, şirin sözlərinə, o belə, necə deyim, insanı yoldan çıxartmaq üçün elə şirin yalanlar satırlar ki, onlara aldanmasınlar, aldanıb onların toruna düşməsinlər. Yəni, hər birimiz cəmiyyət olaraq biz özümüzdə buna qarşı polislə birlikdə mübarizə aparmalıyıq. Məktəblərlə bağlı yenə də dedim, məktəblərdə də valideyn məktəb münasibətlərini
daha yaxşı inkişaf elətdirmək lazımdır. Görürsünüz ki, hansısa bir uşaq var, bayaqları xanım çox düzgün vurguladı ki, uşaqla individual danışıldı və o uşaq qayıtdı. Yəni, əvvəlki vəziyyətinə, məktəbə qayıtdı, başladı dərslərdə yaxşı baxmağa, oxumağa, onu nəyinəsə həvəsləndirdilər də. Burada bizim psixologların rolu böyük olmalıdır. Yəni, psixologlar, məktəb psixologları var, amma məncə məktəb psixologların adı var, heç onlara o qədər görürüz. Yəni, bilirsiniz necədir? Məktəb psixologları doğrudan da məşğul olmalıdır. Məktəblər həmin o psixologları deməli ki, o uşaqların, yəni ki, çətin tərbiyə olunan uşaqların siyasi sizdə də var, şöbələrində də var. Ona görə də o uşaqlarla individual məşğul olmalıdır. Valideynlərlə məşğul olmalıdır. Valideyni də çağırdırmalıdır. Bərabər onlarla söhbətlər aparmalıdır. Və valideynə başa salınmalıdır ki, 9-cu sinifə qədər bu mütləq məcburidir, sənin uşağın oxumalıdır. Sən əgər buna narazılıq verirsənsə, sənin uşağın əlindən alınmalı, verilməlidir dövlət məsələlərinə. Çünki bilirsiniz necədir? Onlar elə bilər ki, uşaq onların əşyasıdır. Nə istəsə ondan eləyə bilər. Mən qoymuram dərsə, mənim vaxtım olmadı, mən yuxudan durmadım, uşağımı durmuza bilmədim, bu əsas deyil. Ona görə də bunlara biz birgə, necə deyil, əncam çəkməliyik. Bununla bağlı nəsə bir, doğrudan da bir iş görməliyik. Bu belə getməməlidir. Gördünüzdə dilənçi uşaqlarını diləndirən valideynlərlə bağlı cərimələr tətbiq olundu. İndi demək olar ki, dilənçilər yoxa çıxıb, amma dünən inanın, başıma gələn bir hadisəni danışacağım sizə. Özüm də çox belə heyrətləndim ki, məni aldandırmışlar, mən də aldanmışam. Deməli, biz dilənçilərlə bağlı küçələrdə reydlər aparırıq. Heç qarşıma çıxmadım. Mağazinə gelmişdim. Bir də gördüm, bir dənə uşaq özün belə bu şirniyyat kutusunu götürüb. Ağlayır, yox mən bunu istəyirəm. Əməli başım olur, 45 yaşında uşaq. Özünü sürtün gelər. Bacısı da özündən 1-2 yaş böyüdü. Yəni, bacı da ona deyir ki, bizə eşitdirilmiş onu, mən bilmirəm. Pulumuz yoxdur, gedib çörək almalıyıq, qoy onu yerinə. Pulumuz yoxdur, çörək almalıyıq, qoy onu yerinə. İnanın, ürəyim ağrıdı. Dedim, gəl mən onu alacağım sənə. Onların əlindən tutub çörəkləri də götürdüm, gedişin yanında. Özüm də gəldim, dedim, başqa nə istəyirsiniz? Heç nə, dedim, Allah yaxşı, gəldim. Gəldik kasaya çatanda, qız kasada işləyən qız qayıtdı ki, indi kimə aldırdınız bunları? Elə onu deyəndə, əlindəki o şirniyyatı da, çörəyi də götürdülər, qaçdılar. Dedim ki, nə məsələdir? Deyil, bunlar 4 uşaqdılar. Gündə 3-4 dəfə biz qovuruq gedilər o birisi mağazına, o birisi mağazına. Gedilər, beləcə, deməli, aldardılar, görün. İndi çörək dilənməyə qorxuldular. Bir də artıq bundan istifadə edirlər. Mən də belə baxdım, dedim, ay Allah. Mən aldadım. Gör, mən necə aldatdı ki, biz onların yerlərini görəndə gedirik, onlarla söhbətlər apardım, olmaz, dilənçilik biz şeydir, belədir, filandır, başa saldırdı onları. Amma bu uşaq məni gör, necə aldatdırsa, gör, deməli, dövlət qanun çıxardır ki, dilənlərlə bağlı cərimələr tətbiq edir. Buna da oturup peşən fikirləşirlər ki, qardaşım yerdə belə sürünür ki, mən bunu istəyirəm, o da deyir, yoxluğumuz yoxdur, biz çörək almalıyıq. İnanma Allah'a olsun, mən ona məhdər qaldım. Deyirəm ki, bizdə neçə dəfə olur ki, məsələn, bunlar gəllər üstü 4 batı qardaşlar, biri gedir, valideynlər var, valideyn ödədir gündəlir onları. Bu da dilənçinin belə bir formasıdır. Yəni, rahat yox. Yəni, biz dövlət qanunları elədikcə, bunlar da insan alvericiləri də, belə diləndirən uşaqlar, diləndirən insanlar da, onlar da başqa yolunu fikirləşirlər. Yəni, o yollarla yenə də öz istədiklərini davam etdirmək istəyirlər. Ona görə də biz ayıq-sayıq olmalıyıq, baxmalıyıq, onlara nəzarəti götürməliyik. Biz orta məktəbdə oxuyan vaxtda bizim sinif rəhbərimiz hər bir ailəmizin bütün elə bir ki, hər şeyini bilirdi də. Kim kasıbdır, kim imkansızdır, kimin nəyi var, kimin nəyi yox, kim məsələn də dərsdə nəyə görə gəlmədi, ayaqqabısı yoxdur və ya da forması yoxdur, o vaxtlar idi. Yəni, bunu elə altdan həll edirdilər ki, heç biz özümüz də bilmirik ki, məsələn, o uşağın ayaqqabısı yoxdur, deməyən uşaq ona görə gəlməmiş. O məktəb direktoru, müəllimlər, valideynlər, onu yığışıb elə həll edirlər ki, bizim bundan xəbərimiz olmurdu. Amma indi məktəb sinif rəhbərlərinin çünki uşağın valideynin atası var, anası yoxdur, ya və ya kimdir, bunlar boşanırlar, bu vaxtda məlumatları yoxdur. Yəni, bunları biz artıq bunlardan çıxmalıyıq ki, biz yenidən qayıtmalıyıq. Demirik ki, biz inkişaf eləmişdik, Sovet vaxtda hər şey gözəldir, yox. Biz gözəl bir ölkədə yaşayırıq, inkişaf eləmişik, çox gözəl dövlətimiz var bizim. Amma biz bunu kölgə salmamalıyıq belə şeylərlə. Biz inteqrasiya eləməliyik,
inkişaf eləməliyik. Amma o keçmişdə olan gözəl xüsusiyyətlərimizi də saxlamalıyıq. Qonşuluq münasibətlərimiz var idi, nə gözəl. İndi o vaxt bizi tapşırırdılar, məsələn, qonşuya tapşırırdı uşağını, gedəndə bir yerə zaten. İndi qonşuya tapşırmaq olmuş. Baş verən hadisələr özünüz də bilirsiniz, görürsünüz. Olmur. Yəni, gəlin, bu münasibətləri genişləndirək, bu münasibətləri yenidən qaytaraq, ailə dəyərlərimizi yenidən inkişaf elətdirək. O, necə ictimai qınağı, həqiqətən də ictimai qınağı çox gözəl bir şeydir. Yəni, biz bu ictimai qınağı eləsək, valla o qonşular bəlkə utandıra bilərik onları. Yəni, mən bunları istəyirəm sizdən. Başqa çıxış eləmək istəyən, təklif vermək istəyən. Uşaqların xoşvaxtları, səmərəli istifadə eləmək üçün idmanlara, Bəli, asıda baxın təşkili lazımdır. Məqsədlərə göndərmək lazımdır. Şəxsən Təbliğ eləmək lazımdır bunları. İrələn bir ədəmə bizim şarjörümüz idi. Çox yaxşı uşaq, çox hamısı sevimlisi, yaxşı şarjörümüz idi. Amma mən görürüm, onun səsi var. Amma musiqiyə getmiş. Şəxsən o musiqiyə getmədi, mənim özüm böyük zəhmət Siz istiqamətlərdir. Bu cümlə ona baxımda fəxr edirəm. Gözəl. Çünki xoş vaxtı səmərə keçirmək üçün valideyni çağırdım, valideynlə söhbət edim, valideynlə bağlı şəxsən musiqiyi olmuş mədədə yazılmışam. Ne gözəl. Bu cür insan baxanda fəxr edir ki, mənim də zəhmətim var və baxdası. Ona görə uşaqlar da maarifləndirmək lazımdır. Bəzi valideynləri O bir başlıca da müəllimə, o keçid devrini keçəndən sonra o uşaq çocuğa anlayır, başa düşür. Özəki biraz da ən çox da valideyn, valla mən sözünü qəribçiliyə saldım. Valideyn Bir arada, siz, yəni burada da yenə də rayonun ziyalılarının, siz müəllimlərin, məktəb, rayonun mədəniyyət işçilərinin və digərsə, deyir xanım, girmirələmi istiqamətləndirib, mədəniyyət işçiləri də məktəblərlə əlaqə saxlasın, elə çox gözəl qabiliyyəti olan uşaqlar var, onları cəlb eləsin, geçsin onlar, məsələn, yaradıcılıq mərkəzi məktəblərlə əlaqə saxlasın, bir gün onlardan müsabiqə keçirsin, hansının bacarığı varsa onları çıxartsın, üzə, cəlb eləsin. Yəni, bu işləri görək, bu gözəl işləri səmərəli keçəndə başqa bir işə olar. Bax, tapırlar, bəli, tamamilə haqlısınız. Yəni, budur bizim məsələmiz. Hörmətli polisimiz, siz də bir dinləyək. Bilirik ki, siz çox böyük işlər görürsünüz. Bəli. Bir övladın tərbiyəsində ilk özə valideynlərdən keçirlər. Deyir, övladmış, deyir, aynasıdır. Buradakı hamısı müəllimələrdir, müəllimələrdir. Burada müəllimlər işin təşkil müəllimlər, valideynlər, çünki bizə gəlib çıxanlar, arada belə deyəndə, Ağsağı var, cinayətin meyvəsi var, bu istiqamətdələr bizim uşaqların. Burada 90%, Şamaxda şükürlər olsun ki, elə bir şeylər yoxsanlar, böyük yoxsanlarımız yoxdur. Amma hər halda yenə də valideynlərlə işimiz görülmək lazımdır ki, gələcəkdə bu kimi cinayətlərdir. Tamamilə haqlısınız. Mən bayaqları gəlməmişdən öncə dedim, biz burada monitoring apardıq. O da sizin işinizin nəticəsidir ki, həqiqətən də polislərimizin və həqiqətən də biz onun şahid olduq. Yəni bu həmin ticarəti, küçə ticarətində olan uşaqları tamamilə görmədik, dilənçilərə tamamilə rast gəlmədik, təhsildən yayılan uşaqlar ara sıra gördük. Amma biri də var ki, belə kütləvi xarakter o yoxdur. Yəni, Şamaxı, İsmaillı, Aksu yolunda uşaqların küçəli maşınların qabağına atılması, bu hallara rastlaşmır. Polis tərəfindən görüşdüyüm bütün istiqamətlərdə tədbirlər biz buna inanırıq və müsahidə eləmək hanımlar, müəllimlər də dedilər ki, polis bizdən sıx əməkdaşlıq edir bu sahədə. Çox gözəl. Çox gözəl. Şamaxda şükürlər olsun ki, biz də istəyirik ki, olmasın. Çox gözəl. Burada bizim bir ağsaqqalımız əyləşir. Ağsaqqal sözünə həmişə böyük ehtiyacımız var. Buyurun, siz də bir sözünüzü deyin. Müəllimə, mən 70-ci ildə birinci sinifə girmişəm. Elə olurdu ki, bu oxuyan şagirdlərin çoxsunun sumkası olurdu, çantası olurdu. Komünist qazetinin arasında kitabımızı, dəftərimizi biz götürürdük, gəlirdik məktəbə. Müəllimələr də bizə ancaq bir o deyirdi ki, yamaqlı da olsa olar, amma paltarınız təmiz olsun, səliqəli olsun. İnanın Allaha,
o qədər gözəl oxuyurduq ki, bax bu binanın yerində mənim oxuduğum 6 nömrəli məktəb oldu. Gözəl müəllimlərimiz olur. Valideyn gəlirdi, müəllimə deyirdi ki, uşaqdan müğayət ol, Allaha amanat. Bax, uşaqdan müğayət ol. Dərsin bilməsə, tənbih elə. Uşağı danla. İndi başqa dönür. Uşağı müəllimə o ayla dur deyən kimi valideyn hücum çəkir müəllimin üstünə. Ki, sən kimsən mənim uşağıma acırlanmışsan, ya telefonun almışsan. Müəllimlərdə günah yoxdur, günahın ən böyük valideynlərdədir. Valideyn uşağın tərbiyə edib, məktəbə gətirmirsə, burada müəllimin valla günahı yoxdur. Biz günah axtarırıq. Biz günah axtarırıq. Yox, biz deyirik ki, bir-birimizin üstünə yıxaq. Valideynlər də günah fərqdə müəllimlər. Siz deyirsiniz valideyn, mən razıyım. Öyle valideynlər çoxdur, cahil valideynlər çoxdur. Amma məktəb də nə etməlidir? Bayaq xanım dediyi kimi, maarifləndirmə aparmalıdır, valideynlər iş aparmalıdır, ona vaxt sərf eləməlidir. Həmin o uşaq bir vətəndaşın belə, necə deyərlər, normal həyata qaytarılması bizim üçün böyük bir uğurdur. Yəni, onu yenidən məktəbə cəlb eləmək, valideynlə danışmaq, yəni bu bizlərin üzərində düşür. Siz ziyalıların üzərində düşür, məktəbin üzərində düşür. Yəni, məktəb desin, valideyn, budur, festival, buna da işi mümkün. Yox, biz bunu eləməməliyik. Biz günahkar axtarırıq. Gəlin birgə təhsil ailələrini axtaralım, çıxış yolu tapaq. O valideynlərə hansı hər bir ailə özəldir də, onlara məsələn, hansı yöndə yanaşsa, onlarla dil tapsa, hansı yöndə onları bunu necə deyirlər, təbliğ eləsək ki, bu iş belə olmalıdır, başqa məsələ. İndi sağ olsun bizim polislərimiz də həqiqi var. Məktəblərin qarşısında nəzarət edirlər, uşaqların getməyinə, gəlməyinə. İndi Şamaxıda da hamımız gəzirik, görürük. Polislərin də xidməti böyüdür. Aşamaca maşınlarla, ya əyərlə hamısı nəzarət edirlər, gəzirlər. Bunlar böyük şəkil müəllimə. Qaldı ki, oxuyan uşaq özü oxuyur, oxumayan da o oxumur da. Ona Kəşki hamısı bəli, müəllim də orada günahkardır, valideyn. Sərf eləyirlər, elə təhsilə daha gözəl olardı. Bəli, bəli. Mənasız bu yerlərə yox təhsilə cəlb etsəydilər daha gözəl olardı. Uşaq vaxtı deyirəm də, biz oxuyurduq, valideynlərimiz hamısı işləyirdi, nəzarətsiz idi. Mənim qulağım qalırdı, mən balaca idim, evim balacası idim. Qulağım qalırdı, çöldə gördüm ki, qızlar qışqırırlar, oynayırlar, atlanlar, düşürlər. Qardaşımız deyirdi ki, mənim qulağım qalıb orada. Tez pəncərələri bağlayırdı ki, mən o səsi eşitməyim, oturub dərsimi oxuyum. Fikrim yayılmasın, dərs oxuyum. Mən amma o vaxtı rəsid apardım da, onlar oynayırlar, necə sərbəstlər. Bunlar heç deyən yox, deyib oxumadı, dərsini oxu, nəmlə. Bacım gəlib deyirdi ki, mənim üçün deyirdi ki, o qutardı da dərsini, qardaşıma deyirdi. Qoy mənə danışsın, biraz çıxsın, həyat oynasın, qoy təkrar eləsin, qoy təkrar eləsin. Mən də onun qorxusundan oturdum, oxuyurdum da, dərslərimi oxuyurdum, çıxmadım. 15 dəqiqə qalmış, elə ki, 7 yazanda da o vaxtı cəmaat, hamı uşaqları evinə girirdi. Mənə vaxt verirdi ki, mən çıxıb, bura qaçırdım, heç kimi görmürdüm. Deməli, illər keçdi, oxuduq, deməli, üstünə girdim, 2 institut bitirdim. Məni televizorda görürdülər, qızlar mənə, sinif yoldaşlarım deyirlər ki, sən həsəd aparır, deyirəm, inanırsınız, o vaxtda mən sizə həsəd aparırdım, siz atlarını düşürdünüz, oynuyordunuz. Deyirdim, kəş mən də sizə boşluq oynayırdım, amma nə yaxşı ki, mənim nəzarət edən, mənim başımın üstündə dayanan, mənim oxumağıma səbəb olan qardaşım olub, valideynlərim olub, mənim ailəm olub. Yəni, onlar da uşaq hamısı elədi. Bugün biz nəzarət eləməsək, valla, o uşağa deməsək, az bir uşaq var ki, onlara deməyəsən, özü geçsin, dərsdən gəlin, açsın dərsdən, çox azdır ya, açsın kitabını qoysun, qabağını oxusun. Yəni, valideyn desin ki, uşaq get dərsin olur. Körpədilər də, biz onları istiqamətləndirdikcə, həvəsləndirdikcə artıq yolda düşəcək. Amma bizə nəzarət olmasa, uşaqda, yəni uşaq olanda, nəzarət olmasa, balarımız olmazdı bəlkə də. Yəni, yenə də valideynlər asılıdır və valideyn, o cahil valideynlərlə də məşğul olmaq bizdən olur. Biz ziyalıların, rayonun gözəl ziyalılarının, yəni, hamınız da burada fəallarsınız. Siz hər əliniz, burada 30-35 nəfər adam var.
Hələ 5 nəfərə desə, bu görsüz nə qədər oldu. Ona, bu buna, maddələndirsə, uşaqla bağlı, qoyma uşağın gedər cinayətlər qrupunun əlinə düşər, qoyma uşağın gedər narkomanlara qoşular, gedər insan alverçisinin əlinə düşər, gedər diləndirlərlə uşağı xəbərin olmaz. Valideyn uşağının üzünə baxanda artıq bilməlidir ki, o uşağın üzündə nə dəyişikliklər baş verir. Yəni, oğlan olsun ya qız olsun. Yəni, bu da heç ona da baxmırlar, onu da istəyirəm. Bir də onda ayrılırlar ki, iş işdən geçib, onun qızı 13-14 yaşında qız uşağı nə oyunlar çıxardır, Allah göstərməsin. Bugün bizim sığınacağımızda Allah uzaq eləsin. Necə deyim? Oğlandır, özünü qadın eləmək, qız xəyalına düşüb, 15 yaşı var. Özünün saçın zadını uzadır, nə bilim, belə də, mən qızam da, yəni belə bir şey. Gedib hətta həkimə, hormon dərmanı alıb, onu atır ki, mən qızam. Özü-özlüyündə onun xəyalını yaradır. Artıq bir 3-4 ayda bizim sığınacağımızdadır. Biz ondan o qədər gözəl işlər apardıq, söhbətlər apardıq. Bizim psixologumuz, belə də yanaşmamız tamam fərqli oldu. İnanın, o günlər gəldi ki, mən saçımı qırtırmaq istəyirəm. Nə yaxşı. Mən işi olmasını istəyirəm, işi paltarlar istəyirəm. O qədər sevindik biz buna ki, biz buna elədik. Onu kim təqdir edir? Valideyn yoxsa siz özünüz? Nəyi? Həmən o uşaq. O uşaq bizim polislərimiz tərəfindən təqdim olunur. Yəni valideyn yox. Valideyni də var. Valideynlə də söhbət aparmışım. Çox üzr istəyirəm. Anasının şəklini gördüm valla. Nakolka burada, saç qaynaqda. Nənənin saçı qaynaqda. Göz qaçı tamam başqa. Amma uşaq nə deyir? O, indi 15 yaşında oğlandır da. Deyir ki, mən deyir, üzümü bağlasınlar, mən nə istəyirəm, mən televizor çıxardım, amma üzümü çəkməsinlər də. Mən oradan müraciət edeyim öz gənclərimə, mən yaşlarıma. Deyim ki, bir də valideynlərə müraciət edeyim ki, uşaqlarımızı nəzərət qoymayın. Yoxsa mənim kimi onlar da gedib başqa yola düşərlər. Saldım, dini cəhətdən başqa saldım. Artıq o uşaq gedib mən, yəni istəyirəm ki, istəmir onları şeyləsinlər. İndi stilist kimi kursa yazılır, onun saç, gözəl əl qabiliyyəti var da saç kəsməkdə. Yəni bu, məni kursa yazdırılır, mən bunu istəyirəm evinə qayıtmağa, məni bu işlər bitəndən sonra, çünki onu da işlər. Onu da istismar edilmişlər. Yəni ona görə də o deyir ki, mən istəmirəm evimə qayıtsam, mən qayıtsam yenə hələ adam olacaq. Yəni bu bizim mentalitetdə də uyğun olmayan bir şeydir. Yəni qızlarımız, gənc qızlarımız, oğlanlarımız qeyri-etik hərəkətlər edəndə, mentalitetimizə uyğun olmayan addımlar atanı, valla bu bizə yaraşmır. Həqiqətən yaraşmır. Başqa kimin sözü var, fikri var? Yəni belə günlərdən çıxacaq benim Azərbaycanlar, baxıram İctimai Qanun başları var, sonra Məşrəf Qrupu var, sonra bu yaxınlarda Ümrə rayon. Yəni mən onları istədim. Elə siz danışdığınız üçün, yəni orada, elə üçün təbirə verirlər, yəni belə yollara gedir. Bəli, baxın, onlar o filmlər hamısı real həyatda götürmə şeylərdir. Bizim o sığınacağımızda artıq neçə illər, insan alberin qanun qəbul edilmandan, sığınacaq yaranandan mən o sığınacaqda işləyirəm. Yəni mən o sığınacaqda kimlərlə rastlaşmadım, nələrlə rastlaşmadım. Yəni o bilirsiniz necədir? İnsanlar ən çox da nə? Bax, deyil mən işləyirdim, mən gül ustasıydım. Salonumuza bir qadın gəlirdi, insan alverçisidir. Aha, kimləri necə cəlb edə bilər? Salona gələnləri, qızları, danışır, qızıldı, bəs əhli zatlı gəlirmiş. Mən Türkiyədən getdim, belə amber elədim, belə gedirəm, mal vururam, mal gətirirəm, nəmin edirəm, pal-paltar alıram, butik açmışam, falan eləmişəm, şirlikləndirim. Deyir, sən burada nə qədər alırsan? Deyir ki, nə qədər qazanırsan? Deyir, məndən soruşurdu. Həmin o qız yazdım, mən gül ustası burada qazanırmış da gültüm, ailesi adı var idi. Deyir, nə qədər qazanırsan? Bu deyir ki, sən ailə tutatdı bu qədər. Ay qız, bunun 5 qatını qazanarsan. Bundan onun qalırdı əlində, onun dediklərini edirdi, yəni şantajına uygun, onun nə istəyirsə onu da edirdi. Yəni, belə hallarının çoxdur. Buna görə də o, insanlar gərək ilk növbədə maariflənsinlər, məlumatlı olsunlar. Məlumatlı olsunlar ki, gedib insan alver qurbanı olmasınlar, digər cinayətlər qrupların qurbanı olmasınlar. Başqa kimin də söz var? Bəlkə sizin bir sözünüz bildir. Yox sözümüz. Onu gəlin gedəcək süzəsi arxasında söhbətimizi davam edək. Olar.
Resmi bilebilirsiniz. Sonra karşıdan hamısı bir yere tatile gidecek. Sonra gelirler. İçe de